Yeni bir gündən salamlar qızlar. Bu arada bu pipet şeysindən sonra bunu da ehtiyatlı davranıram. Məsələn, qabyana falan atmıram ki, çatlamasın. Əlimdə tez yuyub və qırılmayacaq bir yerə qoyuram bu arada. Bununla bağlı yorumlar gəlmişdi. İstədim onu bildirim ki, daha ehtiyatlıyam. Narahat olmayın. Çox sağ olun ki, düşündünüz. Bu arada duşdan çıxmışam. Kofemi hazırladım. Mən kofeni isti də sevmirəm, soyuq da sevmirəm. Soyuq bəzən, yəni sərin bir şeylər istəyəndə içə bilirəm. Və soyuyur, ilıq olanda daha çox bəyənirəm. Dünənləri Səbu ilə bir dənə video çəkdik və video belə idi ki, Səbu'nun seçdiyi makyaj məhsullarına makyaj eləyəcəm. Məsələn, mən deyirdim ki, tonal krem, highlighter və o öz bildiklərini seçib. Məsələn, düşünün bunu concealer əvəz seçib. Amma bununla bu ikisi də tonaldir. Yəni başıma gələcəkləri düşünə bilirsiniz də yəqin ki. Bu bronzer seçib, ən azından bunu düz gedib. Bu qaş qaş üçün olan pudra mı deyirlər, ten mi deyirlər, bunun göz kölgəsi olaraq verib. Yəni mən bundan necə bir makyaj eləyəcəm, heç bir fikrim yoxdur. Karandaş seçib, ən azından seçdiyi bəzi şeylər yaxşıdır. Bunlardan bir makyaj eləyəcəm. Amma mən bu makyaj videosunu Instagramda paylaşacağım. Elə part 1-də seçdiyi hissələrdə, Səbu ilə olan hissələrdə mən Instagramda paylaşmışam. Səhifəmi açıqlamada linkini qoyuram. Ora girin və izləyə bilərsiniz. Kanalımı takip edin və videoda oradadır. Part 2 olaraq bunların elədiyim makyajı da eyni şəkildə ora yerləşdirəcəm. Kofenin yanında ən sevdiyim şey şokolad yeməkdir və Milka'nın bu Bubbles'ın cappuccino'sunu mən təzə kəşf eləmişim. Yəni dünən Səbu aldım, mən heç bu növünü yeməmişdim. Amma o qədər gözəldir ki, indi açmışam və sizə belə içini də göstərir. Bildiyiniz ağ hissəsi cappuccino'dur, altı hissə zaten Milka'nın şokoladları çox gözəl olur. Çox qəşəngdir. Əgər sınamamısınızsa, məncə sınayın cappuccino növünü, əminəm ki, bəyənəcəksiniz. Bu arada dırnaqlarım da uzanıblar, dəyişməliyəm. Amma yəqin ki, sizdən videosunu paylaşmayacağım, bugün düzəldəcəm. Çünki dırnaqla bağlı çəkdiyim video o qədər yəni izləməyib. Mən də izləməyəndə düşünürəm ki, bəlkə də xoşunuz gəlmir, ona görə izləmirsiniz. Ona görə yorumlarda yazın, gələn dəfə istəyirsinizmi, istəmirsinizmi? Bu arada yeni il ərəfəsi olduğu üçün boş yer tapa bilmədim. Çox uzağa da getmək istəmirəm. Yaxınlarda da heç bilmirəm ki, qəşəng eləyə biləcək bir usta varmı ki, yanına gedim. Bu dırnaqları məsələn mən özüm eləmişdim. İndi üstün yonub yeni il temalı bir şey eləyəcəm. İndi isə üzümə istəyirəm maska istifadə edeyim. Bu maskalardan birini seçəcəm. Mən həmişə bu maskaları məsələn Olive'yə girəm, Rossmana girəm, fərq eləmir. Girəndə bunlar endirimdə olur. Onsuz da hər zaman 1 manata, 2 manata orada alıram və mənim dərim yağlı olduğu üçün həmişə bunu bildirirəm ki, yağlı dəri üçün olanları mənə göstərin. Yəni gedib hər hansı birini seçmək olmaz. Bu dəfə əslində istəyirəm ki, üzüm biraz sakinləşsin. Mənim ən sevdiyim şey limondur bu arada. Bir gün ərzində o qədər limon yeyirəm ki, mən istəyirəm indi Farmstay'in çay ağacı maskası. Bunu istifadə edəcəm. Gəlin birlikdə açaq. Ay çok soğuktu. Bugün isə qızlar menümüzdə kebab var. Bu ciyər kebabıdır. Normalda tovuq kebabı və ət kebabı da vardı. Sadəcə mən onları sevmirəm. Ciyər daha çox sevirəm. Bir də antrikot çox sevirəm. Və 2 dənə ən sevdiyim sosu da götürdüm, gəldim. Bilməm siz də beləsiz yoxsa yox, amma yeməyi çayla içənlər burada mı? Yorumlarda yazarsınız. İndi mən hazırda Adele'də yatıstırmışam. Çimizdirdim, hətta yatıstırdım. Gəldim, oturdum, bir şeylər izləyəcəm. Bu anları o qədər sevirəm ki, qızımla vaxt keçirməyi də sevirəm. Amma belə tək başıma qaldığım anları da çox sevirəm. Düzdür, biraz az olur, amma olsun. Və dayana bilmədim qızlar. Adel yatmışkən dırnaqlarımı düzəltdim. Baxın bu formada oldu. Yeni il temalı belə bir şey elədim. Üstündəkilərin heç biri naklenka deyil. Özüm çəkmişəm fırçayla və mən çox bəyəndim. Məncə qəşəngdir. Bu onsuz da mənim əlimdə 10-15 gün qalacaq. Sonra çıxardacağam. Amma belə də gözümü yormur. Sizcə necə olur? Fikirlərinizi mütləq bildirərsiniz. İndi isə istəyirəm ki, Temudan balaca bir bağlamam var. 1-2 məhsul sifariş vermişdim. Onları gəlin istəyirəm birlikdə açaq. Bu bir tiftik yığandır. Uzun müddətdir ki, belə əlimizdən tutaca bir şey axtarırdıq. İnşallah ki, yaxşı olar. Fikirlərimi sizinlə bölüşərəm.
Sonra mənə kofeni köpürtmək üçün belə bir mikser lazım idi. Məndə biri olub, o xarab oldu. Buradan almışdım Bakıdan. Bunu isə Temudan sifariş elədim. Yorumları, rəyləri çox gözəl idi. Ona görə də alıb sınamaq istədim. Bunu tək başıma quraşdıra bilmədim. Ona görə də Səbuya axşam gəlsin. Bizə kofe eləyər, biz də baxarıq görək yaxşıdır yoxsa yox. Bir digər sifarişim isə orijinal Casio'nun mağazasından saat sifariş etmişəm Səbuya. Çox gözəldir. Əvvəlcə onu qeyd edeyim ki, markadır. Casio'nun öz qabında, öz sənədləri içərisində gəlir. Bu saatın qiyməti 89 manat idi. Mən çox bəyəndim, çox zərifdir, çox da gözəl durur. Bir də Səbuyinin əlində istəyirəm sizə göstərim, baxasınız. Məncə çox qəşəngdir, ideal bir hədiyyədir həm də. Səbuyinin telefonlarımızı dəyişdikdən sonra mənə iPhone 15 üçün bir case lazım idi. Mən də Temudan elə sifarişlərimin yanında belə çox şirin bir telefon qabı sifariş vurdum. Çox qəşəngdir. Mən telefon кейslərimi Temudan alıram. Masamın üstünü yığışdıraq və eyni şəkildə də çəkməcələri. Çünki görürsünüz, həm buranın üstü pis gündədir, həm oranı yığışdırandan, yəni bu məhsulları bura qoyandan sonra düzənləməmişəm. Sonra burada kosmetik məhsullarımın hamısı bir-birinə qarışıb. Ona görə də bunları da burada yığmaq, orqanizerlərin yerinə qoymaq lazımdır. Əvvəlcə burada gördüyünüz bütün kosmetikaları bura yığacağam. Ondan sonra içini silək və bir-bir təmizləyək buranı. Bugün isə kameramanım Səbu idi. Çox sağ olsun ki, mənə kömək elədi. Yoxsa bu kadrları bilmirəm necə çəkəcəkdi. Daha çox yuxarıdan və aydın düşməsini istədim. Ona görə də Səbu'dan yardım aldım. Məncə çox da gözəl alındı. Gördüyünüz kimi bütün məhsulları üst hissəyə yığdıqdan sonra isə içinin tozunu, makyaj qırıntılarını, hər şeyi təmizləmək üçün mən slipdən istifadə edirəm və buranın yaxşıca tozunu və kirini təmizləyirəm. Və bütün kosmetikalarımı gördüyünüz kimi belə güzgünün önünə yığdım. İçini də sildim. İndi içinə yığacaq bir-bir. Amma gördüyünüz kimi kosmetikaların elə özləri də pis gündədir. Bunları da silmək lazımdır. Və bilirəm ki, qızlar, məndən sual-cavab videosunu çəkməyimi istəyirsiniz, çəkəcəm də. Sadəcə tək oturub, rahat danışa biləcəyim bir vaxt tapa bilməmişəm. O vaxtı tapan kimi verdiyiniz bütün sualları cavablayacağım. Amma gəlin, bir-iki dənə çox vacib suallar var ki, hər dəfə, hər gün dayanmadan gəlir və onu istəyirəm cavablayım. Birincisi odur ki, Adelin saçlarını kəsmişikmi və yaxud da niyə kəsmişik? Bəli, Adelin saçını biz kəsdik. Çünki normalda heç kəsmək fikrim yox idi. Mən o adətlərə inanmıram ki, yəni ki, saçı kəsəndə gurlaşacaq və s. bunlara inanmıram. Sadəcə Adel çox tərləyən bir uşaqdır. Ona görə də yatıb durandan sonra saçı elə bir hamamdan çıxmış dərəcəsində soğulurdu. Və mən də qorxdum ki, qış aylarıdır, soyuq olar. Ona görə Səbu ilə düşündük ki, saçını kəsək. Təbii ki də anam, nənəm və böyüklərimiz bizə onsuz da deyirdilər ki, uşağın saçını kəs, gür olsun. Yəni bunu da buradan bildirmək istəyirəm ki, Adelin saçını kəsməyimizin tək səbəbi əslində tərləməyi və xəstələnməyinin qarşısını almağımız üçündür. Bir də qaş ustamı soruşanlar üçün onu bildirmək istəyirəm ki, bugün bu videonu editləməmişdən əvvəl qaşlarımın korreksiyasına getdim. Mən ümumiyyətlə bunu da bildirmişdim ki, qaşla bağlı olan bütün suallarınızı cavablandıracağım. Harda elətdirdiyimi xanımın adına qədər də bildirəcəm. Narahat olmayın o mövzuda. Sadəcə mən əmin olmaq istəyirəm ki, prosedurun bütün gedişatı normaldır, hər şey yaxşıdır. Ondan sonra sizinlə təbii ki də qiymətinə qədər paylaşacağım. Bugün mənim korreksiyamın vaxtı idi, onu elətdirdim və bir 5-6 gün sonra fərqi hiss eləyəcəm. Ondan sonra isə elə sual-cavab videosunda çox güman ki, mən sizə bütün bilgiləri verəcəm. Instagram səhifəsində bildirəcəm ki, qaşlarını düzəltmək istəyən xanımlar oraya yaxınlaşa bilsinlər. Mən isə başda düşündüm ki, bütün orqanizerləri boşaldım, sonra hamısını tək-tək yığım. Amma elə fikirləşdim ki, çox qarışacaq. Ona görə də orqanizerlərin içlərini bir-bir boşaldaraq istifadə edim. Çünki çox belə dəhşət dağılmamışdı. Bəzi məhsullar digər qabların içinə getmişdi. O qədər. Bir də üstdən bir şeylər olduğu kimi buraxmışdım. Ona görə də çox dağılmasın deyə qrup-qrup təmizləməyə başladım. Gördüyünüz kimi əslində 50%-ni artıq bitirmişəm. Bir də bu sponjlardan əslində istifadə eləmədiklərim, daha doğrusu istifadə eləyib
artıq yıprananlar var. Onları da yəni yerinə düşdükcə ayıracağam və atacağam. Həm də təzə sponjlar almalıyam. Onlar üçün də baxacağam. Bu orqanayzer isə evdə var idi. Düşündüm ki, belə dəyərləndirə bilərəm. Arxa hissədən laklarımı düzürəm. Mən adi lakları ayaq barmaqlarımda, dırnaqlarımda istifadə edirəm. Mən ayaq dırnaqlarıma heç vaxt gel lak elətdirməmişəm. Amma bu yay istəyirəm ki, elətdirim. Yenə də baxacağam. Əl dırnaqlarımda isə özüm evdə gel edirəm, korreksiya edirəm və bunu da sizinlə paylaşıram. Burada gördüyünüz orqanayzerlərin hamısını isə mən Temudan sifariş eləmişdim. Amma istəyirəm ki, Temudan və yaxud da Trendyoldan başqa cür daha geniş bir orqanayzerlər sifariş verim. Çünki bunlar balaca olduğu üçün bütün məhsullarım içinə yerləşmir. Əgər sizin də bəyəndiyiniz, mənə təklif edə biləcəyiniz orqanayzer tipləri varsa, yorumlarda mütləq yazın. Və istəyirəm ki, orqanayzerləri artırım. Çünki burada hamısına çatacaq qədər orqanayzer yoxdur. Temudan mən alanda 9 ədədlə almışdım. Siz isə qızlar, zəhmət olmasa mənim kanalıma abunə olun. Məni həm Instagramdan, həm də buradan takip etməyi unutmayın. Instagram səhifəmi açıqlamalar qismində qeyd edəcəm. Oradan linkə daxil olaraq mənim Instagram səhifəmə keçid edə bilərsiniz. Burada da abunə olub, əgər bildirişləri açsanız, mənim video qoyduğum anlarda sizə bildirim gələcək və mənim videolarımı anında izləyə biləcəksiniz. Və bitdi deyə bilərəm. Öz içində hamısı qruplaşdırılıb, bəlkə dağınıq görünə bilər. Amma mənim üçün bu düzülüş əlverişlidir. Özüm üçün bir dənə də şkafın bir gözünü boşaltmışam ki, sırf bura ağzı açılmamış yeni məhsullar qoyuram. Bu arada qızlar, indi masamın üstünü yığışdıracağıq. Burada baxın belə bir kutu var. Bunu anam Adelə hədiyyə olaraq almışdı. Amma kutu o qədər şirindir ki, atmaq istəmədim. Belə dəyərləndirdim. İçində mənim bitən məhsullarım var. Hansı ki, məsələn, Rossmanndan aldığım pudradır və sizə göstərdiyim və çox bəyəndiyim Vetanvayda bu tonal kreminin birini bitirmişəm. Əvvəllər də bir neçəsini bitirmişəm, amma son bitirdiyim budur. Burada başqa bitənlər də var. Bunları sizdən çəkirəm. Mən də düşündüm ki, elə yeni il abu havası otağımda da olsun və qutunu atmadım. Belə burada saxlayıram. Dedim, əgər görsəniz bunda biləsiniz və bunu da qoyacağım qırağa. İndi isə masanın üstünü təmizləyəcəyik. Instagramda paylaşmışdım qızlar, belə bir ritüel edirdik. Bu bilmirəm, bilirsiniz yoxsa yox, ayın 21-i 12 dənə dilək yazılır. Hər gün bir dənə diləyi yandırırsınız. Sadəcə içərisində geri qalan bir dənəsi qalır. Onu isə yanvarın 1-i açıb oxuyursunuz və baxırsınız ki, digər 11 diləyi siz Allaha, evrənə, da nəyə inanmaq istəyirsinizsə onu həvalə edirsiniz ki, o sizin üçün gerçəkləşdirəcək. Son qalan bir ədəd açıb oxuyanda isə o il ərzində o sizin mottonuz olacaq, o sizin yəni yol göstərəcəyiniz olacaq və orada nə yazılıbsa onu əldə etmək üçün çabalayacaqsınız. Mən də belə bir şey elədim. İlk dəfə də eləyirəm, heç bir fikrim yoxdur. Sadəcə belə ənənələri sevirəm. Ona görə elədim. Bu qab odur, yəni hər gün bir dənə yandırıram. Buraları gördüyünüz kimi çox səliqəli, təmiz oldu. Burada adətən maskalarım olur. Onu da təkrar yerinə qoyum. Və özümə də bir dənə kofe süzdüm. Buraları da sildim, güzgün də sildim. Belə qəşəng oldu. Əsas odur ki, çəkməcəm çox səliqəli və təmiz oldu. Mənim üçün də elə əsas buydu. Videonu isə bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm.